Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Məlumatınız var, Türkiyənin hərbi yük daşıyan təyyarəsi Azərbaycanda Gəncədə hava limanından qalxandan sonra Azərbaycan-Gürcüstan sərhədində süqut elədi. Mən bir neçə gündür bu bəzi ekspertlər və yaxud da istəyir Türkiyəli, istəyir nə bilim dünyanın müxtəlif bəzi media vasitələrində bu barədə bəzi nəzərlərə baxırdım. Bizim də müəyyən qədər öz nəzərimiz var və yaxud da ehtimallarımız var. Amma Türkiyənin bu C-130 təyyarəsi bu media vasitələrindən biri də Azərbaycanın APA xəbər agentliyidir. Bu da ilkin olaraq ehtimalları belə vermişdi ki, əlbəttə ehtimal 2 fərziyyəni irəli sürmüşdü. Bu fərziyyəni irəli sürməmişdən qabaq ekipaj bəzi məsələlərdən yazmışdı. Mən orada baxdım. Orada qeyd olunduğuna görə ekipaj üzvləri Türkiyənin F-16 hərbi təyyarəsinin personalı idi, təmir personalı və yaxud da mühafizə personalı idi. Və bu personal orada qeyd edildiğine görə təhlükəsizlik tədbirlərinin hamısını riayət edib və bu 2 saat Gəncə hava limanında qalıb və burada yazıldığına görə bütün oradakı kameralarda, hava limanının kameraları bunu çəkib və kameralarda da göründüyünə görə bu APA-nın iddiasına görə təhlükəsizlik tədbirləri riayət olunub və bunu da qeyd eləyək ki, noyabrın 8-i Zəfər paradı ki keçirildi Bakıda. Bu deyilənə görə və elə bu APA-nın da xəbərində ora gəlmişdi. Və oradan da hərbi bəzi vasitələr, belə deyək, F-16-nın səhv eləmirəmsə zapas vasitələri var idi və digər tərəfdən də burada gətirilir ki, təyyarənin içərisində heç bir partlayıcı təhlükəsi olan maddə olmayıb. Dediyimiz kimi F-16-nın bəzi hissələri olub və ilkin müşahidələrə görə xarici toqquşma da olmayıb. Yəni təyyarədən xaricdə heç bir toqquşma da qeydə alınmayıb. Bu xəbər agentliyi APA bunu gətirir və bundan sonra 2 nəticə qalır ki, bəzi ilkin təhqiqatlara görə 2 fərziyyə irəli sürülür. İlkin fərziyyələr bunlar idi ki, mən bu fərziyyəni bir çox yerdə gördüm ki, təyyarə çoxdanındır, köhnədir filandır. Amma 2020-də də əsaslı təmir olub, bu da var. Çoxdanındır, ola bilsin ki, təyyarənin öz göyərtəsindəki çürümələrmi filan, bunlar səbəb ola bilər. Necə ki, Amerikanın 90-cı ildə Herkules təyyarəsi bu səbəbdən süqut elədi. Və yaxud da ikinci fərziyyədə bu qalır ki, ehtimal bunu verirlər ki, təyyarələrdə, məxsusən belə hərbi sursat daşıyan təyyarələrdə, yük təyyarələrində gərək bütün ora yığılan yüklər, belə deyək də, təhlükəsizlik qaydalarına uyğun formada təyyarədə yığılsın, məxsusən bu cür təyyarələrdə. Amma bu tipli, əlbəttə digər fərziyyələrdə dediyimiz kimi, bəzi şou xarakterli medialarda da göründü. Əlbəttə ehtimallar verildi. Görəsən Rusiyanın mı işidir, görəsən filan kəsin mi işidir, İsrail ehtimalı verildi filan. Amma bu APA-nın gətirdiyi, bu xəbər agentliyinin gətirdiyi məsələdə bir nöqtə mənim diqqətimi çəkdi və bir bağlılıq yarandı zehnimdə. Onu istəyirəm sizin xidmətinizə çatdıram ki, bizim ölkəni əslində gözləyən təhlükədən xəbər verir, dəfələrlə qeyd etdiyimiz qlobal hadisələrin fonunda və Qafqazın oyunçularından biri olaraq, bəlkə də bugün siyonizm nüfuzu üçün şərait yaradılması baxımından ən əsas oyunçusu olaraq Azərbaycandan bağlılığı, yəni Azərbaycan üçün hansı təhlükənin varlığı. Niyə? Çünki baxın, bu hesabat ki gətirir APA xəbər agentliyi, sanki biraz arxa fonda nələrəsə də
bizə işarə verir. Çünki gətirdiyi ehtimallarda nə daxildə partlayıcı maddə yoxdur, təhlükəsizlik tədbirləri tamamilə riayət olunub. Yaxşı, xaricdən də təyyarənin göyərtəsi bilindirməli idi bu təsir olsaydı, partlayış xaricdən olsaydı, içərdən olsaydı. Demək olar bütün ehtimalları sıfıra indirir. Sonra elə belə bir fərziyə gətirir ki, qədimi olmaq filan, bəsmən. Bu ehtimalları gətirir. Amma bütün bu fərziyyələri ki, bu kənara çəkir, xaricdən təsir olmayıb, təhlükəsizlik qaydaları filan, daxildən də sadəcə zapaslar idi, yəni ehtiyat hissələri idi bu F-16-nın. O da problem yaratmaz. İnsanın zehninə bugünkü süni intellektin inkişafı baxımından və bu hadisələr fonunda və nəzərə alsaq ki, biz dəfələrlə demişik, 2000-ci ildən üzü bu tərəfə bölgədəki müsəlman xalqlar üzərində Siyonizm və evangelizm, böyük şeytan Amerikanın qurduğu və Kondoliza Rice'ın da 2006-da yenidən reformist, yəni reform, yeni plan təklifinə baxsaq ki, parçala hökm elənin yeni forması, bütün bunları nəzərə alsaq və dediyimiz kimi soyuq savaşların gücləndiyini, kəşfiyyat, təhlükəsizlik və süni intellekt vasitəsilə olan savaşları nəzərə alsaq, APA-nın bu təyyarənin süqutu barəsində rədd elədiyi ehtimallardan sonra bir ehtimal qalır ki, ən azı bir neçə ehtimaldan biri və qabarıq görünəni elektron müharibə ehtimalı insanların zehnini aparır və bir neçə müddət bundan öncə, təqribən bir il bundan öncə, Allah rəhmət eləsin, İran İslam Respublikasının prezidenti və Qərbin gözündə böyük tikana çevrilən, qorxulu rüyasına çevrilən şəhid rəisinin də həmin zonalara yaxın, yəni İranın şimal tərəfində, şimal-qərbdə, Azərbaycan hissəsində təyyarəsinin süqut eləməsi və orada da elektron müharibə ehtimallarının verilməsi də insanın zehninə gətirir. Yəni bunu onların rədd elədiyi fərziyyələrdə Türkiyə təyyarəsində elektron müharibə və ya təsir, pozuntu yaratması ehtimalını saxlaması şəhid rəisinin də bu təyyarəsinə və yaxud da helikopterinə olan ehtimala oxşuyur. Sanki bir növ pərdə arxasında ola bilsin ki, zirənglik işlətmək istəyiblər və fikirləri harasa çəkmək istəyiblər. Mən üstü örtülü dedim, qalanını özünüz bilirsiniz. Və biraz bilmirsinizsə, düşünsəz, inşallah zehninizə gələcək ki, hansı oyun ola bilər. Amma niyə görə mən dedim ki, elektron müharibələr və yaxud da süni intellektin inkişafı və yaxud da reformist planları və bölgədə ki, məxsusən də son 2 ildə planlarının bir-birinə dəyməsindən sonra NATO'nun vəziyyətinin tamamilə xarab olması və 12 günlük müharibədən sonra İslam Respublikası İranın NATO'nu diz çöktürməsi və döyüşün 4-cü günündən ta 12-ci gününə qədər dayanmadan hər gün 10 dəfələrlə, müxtəlif vasitələrlə atəşkəs iltiması olunması bir növ, bir tərəfdən də Avropanın güya NATO üzvü olaraq Rusiya qarşısında xərclənməsi və artıq acizliyini müxtəlif formalarda Avropa rəsmilərinin dilindən də eşidirik ki, ay Rusiya gəlir, sanki 2-ci Dünya müharibəsini yadlarına salır. Bütün bunları nəzərə alanda və kənarında İraqdakı seçkilərdə Şiə qruplarının parlamentdə üstünlük əldə etməsi, Amerikanın İraqdakı tormuzunun çəkilməsi ki, hey özünü öldürürdü, Həşd-i Şöbə, Ən-Nücəba və digər müqavimət qruplarını İraq dövlətinə təsir etməklə və təhdid etməklə, sanksiya filanla və aldıqları neftin pulunu qaytarmamaqla və sair müxtəlif nüfuzlarla istəyirlər ki, İraqdakı müqaviməti tərk silah etsinlər. Bu plan suya düşdüyünə görə
Suriyadakı bölünmənin artması və Suriyada İsrail və Amerikanın İranın müəmmalı sükutu ilə Suriya və Lübnan arasında, Livan arasındakı sanki əlaqələrdə Hizbullahın daha güclənməsi və Suriyadakı rəhbərin söz verdiyi müqavimətin formalaşmasını bunların hiss eləməsi və Suriyadan da Türkiyənin dəfələrlə dediyimiz kimi papağının boş qalması Erdoğan hökumətinin və İraq tərəfdən də yadınızda varsa biz izləyənlər bilər, aylardır və hətta bəlkə illərdir deyirdi ki, İraq və Suriyada bunun əli boş qalandan sonra Qafqaz tərəfə yenidən Azərbaycan və türkçülük bəhanəsi ilə qaytaracaqlar, Türkiyəyə rol verilməlidir. Bütün bunları nəzərə alın, Türkiyənin təyyarəsinin süqut etməsində Türkiyə NATO üzvüdür. Diqqət eləyin. Ukrayna NATO'nun badına getdi. 3 ildir Ukrayna cəhənnəmə dönüb. İctimai, siyasi, sosial hər baxımdan cəhənnəmə dönüb. Xalqın yaşayışı yaşayış deyil. NATO sadəcə olaraq, NATO əslində elə Amerika deməkdir də, mərkəzi odur. Amerika özünün düşdüyü bu bataqlıqda ələyaq çaldıqda daha çox batır. Hər sahədə, hərbi, sosial, iqtisadi məxsusən. Buna görə də silahlarını satıb pulunu hardan təmin eləməlidir? Avropanın ölkələrinin boynuna qoyulmalıdır. Ukraynanın boynuna qoyulmalıdır. Ben Səlman sağmal inəyi bugün xəbərlərdə də yerləşdirdiyi F-35 güya satırlara. Güya da İsrail narahat olub. Xeyr, İsrail üçün bəhanə verir Amerika ki, gələcəkdə Ərəbistana da təcavüz elə. Davud koridoru planı, ərazi genişləndirməsi planı fonunda. Diqqət eləyin, NATO'nun qurbanlığının biri Ukrayna tərəf, Rusiyanın da başını güya orada qatmaq və Türkiyə NATO'nun üzvü olaraq hey papağı boş qala gedir hökumət baxımından Türkiyəni Qafqaza yönləndirmək, İran və Rusiya arasındakı iqtisadi koridor, təhlükəsizlik problemlərini artırmaq və bu baxımdan da Türkiyənin süqut eləyən təyyarəsi burada da maraq doğurur ki, təsadüfi deyil ki, NATO'da güya işə qarışıb araşdırmalara müdaxilə etmək istəyirdi. O bəhanə ilə ki, Türkiyə NATO'nun üzvüdür. Digər tərəfdən İlham Əliyevin son günlərdəki zəmzəməsi bir konferans keçirildi. Orada yenə də dedi ki, NATO'laşdırırıq ordumuzu, yəni nə? Yəni Türkiyənin vasitəsilə NATO-laşdırırıq. Unutmayaq, Ukrayna yenə də deyirik ki, NATO-laşma adı altında Rusiya çəkildi Ukraynaya. Və Ukrayna 3 ildir xarabalığa çevrilib. İndi Azərbaycan bu yolu gedir Əliyev rejiminin vasitəsilə və digər tərəfdən Paşinyan da bir neçə gün bundan qabaq bir söhbət elədi. Orada da Zəngəzur koridorunun ki, əslində Zəngəzur adıyla güya açmaq istəyirlər, ailə edəcəyik. Fitnəsi böyük ölçüdə söndürüləndən sonra keçdilər Trump yolu məsələsinə. Bu barədə də Paşinyan yenə NATO'dan danışır və Trump'dan danışır. Bu adı altındakı güya əsas burada heyət qurulacaq, heyətin əsas üzvləri bura nəzarət eləyəcək. Əsas üzvləri də deyir kimdir? Ermənistan və Amerika. Paşinyan hesaba gəlmir ki, yəni Amerika. Yəni Amerika, baxın, Türkiyənin vasitəsilə Ermənistanı oyundan silərək və sonra Türkiyənin vasitəsilə Azərbaycanı qızışdıraraq Rusiyanın ağzına atmaq və Rusiya ilə görürsünüz, Ramiz Mehdiyev filan bu məsələlərdən inşallah geniş danışacaq. Azərbaycanı və Türkiyənin növbəti qurbanlıq eləmək Qafqazda. Yenə də necə Suriyaya saldı, sonra əlin boş qoydu. İraq əlin boş qoydu. Qafqazda növbəti qurbanlıq etmək və Türkiyənin əli ilə ən gözəl ideal şərait Azərbaycan xalqını qurbanlıq olaraq xərcləmək. NATO, nə İran, bütün dünya bilir ki, nə İranın, nə Rusiyanın qonşusu ola bilməz. Müxtəlif şirkətlər adıyla, nəzarət şirkəti adıyla gəlib burada müxtəlif dəstgahlar quraşdırmaq və yaxud da radarlar quraşdırmaq, elektron cihazlar quraşdırmaq
və sonra da yavaş-yavaş növbəti tədrici bəhanə eləmək, İran ki, o sionik Zəngəzur tərəfdən çıxmalıdır, yolu Avropaya, Rusiya və İran arasındakı əlaqə kəsilməlidir. Tədricən orada həm bu İranın təhlükəsizlik baxımından sabitliyinə zərər vurmaq, bu izləyici cihazlar vasitəsilə casusluq etmək, həm də tədricən İran və Rusiya arasındakı xətti müxtəlif bəhanələrlə bağlamaq. Məsələn, bu alınsa, Paşinyan hökuməti dursun sabah desin ki, məsələn, İran və Rusiya tərəfinin oradan mal keçirtməsi, oradan ticarət etməsi və müxtəlif bəhanələrlə filan protokollara uyğun deyil və orada gərginliyi yaratmaq ki, həmin oyunla Ukrayna NATOlaşma oyununun bəlasına gəldi Ukrayna xalqı. Milyonlarla həm daxildə, həm ölkə xaricinə sürgünlər, avara, köçkünlər, həm də indi yenə Ukrayna Avropa ilə Rusiyanın arasında sərhəddidir, arxasında güya Avropa dayanıb. Amma Azərbaycan o cür deyil. Hətta Ermənistan da silinəcək xəritədən o cür deyil. Bunlar ikisi Rusiya və İran dünyada 4 nəhəngdən ikisi olan Rusiya və İran və bugünkü qütbləşmənin həll edici iki oyunçusunun arasındadır Azərbaycanla Ermənistan. Ukraynanın bir tərəfi Rusiya idi, arxa tərəfi özünkülərdir də, belə deyək. Ən azı zahirdə. Amma Azərbaycan, Ermənistan, hətta Gürcüstanı da biz dəfələrlə demişik, oyuna salmaq istəyəcəklər. Və buna görə də mümkündür bəzi ehtimallar ki, gələcəkdə Paşinyan hökumətinin başına elə erməni xalqının əli ilə müxtəlif oyunlar və etirazlar adı altında, müxtəlif ixtişaşlar adı altında qızışsın və oyun gəlsin bu gedişlə. Və bu gedişlə Azərbaycanda da hadisələrin sürətlənməsini gözləmək lazımdır. İstəyir təhlükəsizlik hadisələrinin bir-birini əvəz edə biləcəyi, istəyir arxa planda ki, təhlükəsizlik məsələləri və s. İqtisadi sıxıntı ki, görürsünüz günü-gündən daha da özünü biruzə verir. Çünki qan çəkilir, can, mal, enerji, vaxt, təsərrüfat, pul, qan çəkilir, qanı bitmək üzrə olan siyonizmi ayaqda saxlamaq üçün. Ora vurulur. Və maraqlıdır ki, Azərbaycanımıza insanlıq kökü üzərində qurulan xalqımızın yaşadığı Azərbaycana Sion seçovullarını yığırlar. Bundan ehtiyatlı olmaq lazımdır. Amma hər halda sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.